Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Birinci xutbənin mövzusu azadlıqdır. O ki, hamı onu sevir. Bir məfhum olaraq, bir söz olaraq bəyənilir, hamı onu istəyir, hamı tələb eləyir, hamı arzusundadır. Və çoxları da hətta azad olmasalar da belə özlərin azad bilirlər. Hətta millətləri kölə eləyənlər, zalimlər, tağutlar belə, zalim hakimlər belə azadlıq şüarından istifadə eləyirlər. Minlərlə günahsız körpələri öldürənlər, böyük-böyük müharibələr yaradanlar belə faciələr törədirlər, cinayətlər eləyirlər dünya səviyyəsində. Milyonlarla, minlərlə günahsız insanları öldürənlər belə danışanda azadlıqdan danışırlar. İkinci xütbədə müəyyən məsələlərə işarə olunacaq Allahın izni ilə. Birinci xütbədə bu məfhumun mənəvi cəhətlərinə, insanla Allahın arasında olan münasibətlərə işarə olunacaq. Həzrət Mövla buyurur ki, La təkun abdə qayrik, başqasına qul olma, başqasına kölə olma, başqasının qulu olma. Və qəd cəaləkəllah hurra, bir halda ki, Allah səni azad xəlq eləyibdir, azad qərar veribdir. İnsan çox uca bir varlıqdır. Həzrət buyurur ki, nə üçün özünü qul eləyirsən başqasına? Axı Allah istəyib sən azad olasan. Allah səni azad qərar veribdir, Allah səni azad xəlq eləyibdir. Başqasına qul olma. Azadlıq insan həyatının bütün anlarında, bütün sahələrində olmalıdır. İmam-ı Sadiq əleyhissalam buyurur ki, azad insan o adamdır ki, bütün hallarda azad ola. Rifah halında, normal halda hamı özün azad insan kimi tanıttıra bilər, deyə bilər mən azadam. Amma insanın başına hadisələr gəlir, çətin anlar olur, müsibətlər gəlir başına. İmam-ı Sadiq əleyhissalam buyurur, azad insan bütün hallarda azaddır. Əgər başına müsibət gəlirsə, səbr edir. Səbrin özü azadlıqdır. Müsibətlər onu sındıra bilmir, Həzrət belə buyurur. Müsibətlər azad insanı sındıra bilmir. Əgər əsir olur, yenə azaddır. Baxa, əsirdir. Zindana düşür, fiziki cəhətdən əsarətə çəkilibdir. Zindana salıblar, yenə azaddır. Komfortdan, rifahdan çətinliyə düşür, yenə azaddır. İmam Sadiq əleyhissalam bu hədis-i şərifində Həzrəti Yusuf əleyhissalamı misal gətirir. Deyir, necə ki, Həzrəti Yusuf əleyhissalam qul kimi satıldı, qul getdi, azad idi amma. Zindana salındı, əsir düşdü, yenə azad oldu. Əhl-i Beyt üsəranı misal gətirmək olar. Həzrəti Yusuf əleyhissalamın əsarəti, zindanı, çətinlikləri Əhl-i Beyt əleyhissalamın çətinlikləri ilə müqayisə olunmaz. Həzrəti Zeynəb-i Kubra salamullah əleyha, İmam-ı Səccad əleyhissalam və Əhl-i Beyt əsirləri, üsəra çətin şəraitdə əsir düşdülər. Kərbəladan Küfəyə, Küfədən Şama əsir getdilər. İbn Ziyad kimi xəbis insanın zindanında oldular. Yazidin məclisi, İbn Ziyadın məclisində Həzrəti Zeynəb-i Kubra salamullah əleyhanın və İmam-ı Səccad əleyhissalamın çıxışları, xütbələri onların nəhayət dərəcədə necə azad olduqlarını çatdırır. Baxmayaraq ki, zahirdə əsir idilər. Qolları, boyunları zəncirdə. Zahirdə bu idi ki, bunlar əsirdirlər, amma ruh azaddır. Əsir olduğu halda düşməni məhkum elədi.
Həzrət Zeynəb-i Kubra İbn Ziyadı Yəzidi xar elədi, zəlil elədi, məhkum elədi və məğlub elədi. Azad insan odur ki, həyatının bütün sahələrində azad ola. Nəinki bir çətinliyə düşən kimi, bir zindan, hər hansı bir əsarət, komfortu pozulan kimi, geçsin kiməsə əsir olsun, zəlil olsun və ya qul olsun. Xütbənin bu hissəsində işarə olunur azadlığın amillərinə. Azadlıq gətirən amillər, insana azadlıq bəxş eləyən səbəblər, amillər var. Hansı şeylər insana azadlıq gətirər? Nə edək ki, azad olaq? İnsanı azad edən amillər. Birincisi, şəhvətlərin tərkidir. İnsan gərək şəhvani istəklərin tərk eləyə. Şəhvətin kontrol edə. Nəfsani istəklərin, şəhvətin istəklərin tərk eləyə. Hər kəs şəhvətin istəklərin tərk etsə, azad olur. Əksi nədir? Hər kəs şəhvani, nəfsani istəklərinin dediyin eləsə, şəhvətinin, nəfsininəsirinə çevrilir. Bir çoxları bu cürdür. Nisbi olaraq çoxumuzda var. İnsanlar özlərinə müraciət eləyəndə, günahla üzləşəndə, bir çoxları tamahının əsiridir, bir çoxları şəhvəti hisslərinin əsiridir, bir çoxları qəzəbinin əsiridir, bir çoxları şöhrətə və s. Həzrət Mövla buyurur, mən tərəkə şəhəvat kânə hurra. Hər kəs nəfsani istəklərin tərk etsə, azad olar. Belə bir insan azaddır, nəfsinin quludur. İkinci məsələ ki, insana azadlıq gətirər, zahidlikdir. Zohd. Həzrət Mövla buyurur, mən zəhədə fid dünya. Hər kəs dünyada zohd eləyə, zahid ola. Bu barədə danışmışıq. Nə deməkdir zahidlik? Zahidliyin mənası budur, sənin heç nəyin olmasın. Zahidliyin mənası budur ki, sən dünyaya bağlanmayasan. Evin var, maşının var, geyimin var, şəraitin var, ona qul olmayasan, onu sevməyəsən, ona bağlanmayasan, axirəti unudub dünyaya bağlanmayasan. Buna deyirlər zahidlik. O adam ki, dünya malına, dünyanın şöhrətinə, zinətinə bağlanmayıb, o zahiddir. Bəzilərinin yoxudur, zahidlikdən danışır. O da var. Bəzi insanlar var ki, ümumiyyətlə yoxudur, deyir, bəli, mən zahidəm, xeyr. O vaxt bilinər ki, insanın ola, amma bağlanmaya. Məsələn, Allah buna pul yetirir, bu Allah yolunda xərcləyir. Allah buna yetirir, bu da rahat çıxardıb ondan xumusun verə bilir. Bağlanmamaq budur ya. Adam var, ölür, pulun əsiridir. Ürəyi gəlmir ki, Allahın ona verdiyi malın, mülkün xumusun versin. 1/5 verməyə canı gəlmir, ürəyi gəlmir. O ki, qaldı hamısından əl çəkə. 1/5 verə bilmir din, iman yolunda, Allah yolunda. İmam zamanın pulunu verə bilmirsə bu adam, deməli, hamısından keçə bilməz. Bəli. Zahidlik insana azadlıq gətirir. Həzrət Mövla buyurur, hər kəs dünyada zahid olarsa, öz nəfsini azad eləyər, özün azad eləyər və Allahı da özündən razı eləyər. İstəyərsən nəfsin, ruhun azad olsun, azad ruha malik olasan, deyir, dünyaya bağlanma, dünyaya əsir olma. Belə olan halda özünü azad eləyirsən, Allahı da özündən razı salırsan. Üçüncü amil ki, insana azadlıq gətirər, halal qazancdır. Həzrət Mövla buyurur, azad insanın uğurlarından biri də budur ki, qazancı halal ola. Halal qazanc. Azad insanlar halal qazanar. Evinə, ailəsinə, uşağına haram aparmaz. Kimin haqqın yeməz, yətimin malın yeməz, haramdan əldə qazanc etməz. Növbəti amil ki, insana azadlıq gətirər, çirkinlikdən uzaq qalmaqdır. Çox gözəl hədisdə Həzrət Mövla buyurur ki, Əl-hurriyyəh münezzəhət. Azadlıq münezzəhdir, paçdır, uzaqdır hər cür çirkinlikdən və hiləgərlikdən. Azad insan hiləgərlik eləməz. Şərəfsizlik eləməz, namərdlik eləməz, çirkinlik eləməz.
Çünki azad ruha malik olan insan özünü onu sığışdırmaz, onun səviyyəsi yuxarıdır. Hiləgərlik kim edər? Azad olmayan insanlar. Hansısa bir çirkinlik əldə etmək üçün, çirkin siyasətinə, istəyinə yetişmək üçün, kimisə aldadmaq üçün, kiminsə malın qəsb eləmək üçün, ticarətdə kimisə aldadmaq üçün yalan danışır, aldadır, hiləgərlik edir. Bu azad insan bu cür olmaz. İstəyən insan azad ola gərək bu çirkinlikdən uzaq qala. Sonuncu amil ki, insana azadlıq bəxş edər, dünyanın tərkidir. Həzrət Mövla Nəhcül Bəlağənin 456-cı hikmətli sözündə çox gözəl buyurur. Buyurur ki, azad bir insan var ki, bu artıq tikəni əhlinə buraxsın. Çox gözəl bənzətmədir. Görsən, artıq qalmış bir tikələ, yeməyin qalığı olur, bir tikənin qalmış hissələri olur. Həzrət dünyanı bənzədir artıq tikiyə, qalıq tikiyə. Buyurur ki, azad bir adam var ki, bu artıq qalmış tikəni əhlinə buraxsın. Çünki sizin qiymətiniz ancaq cənnətdir. Özünüzü cənnətdən başqa heç nəyə satmıyız. Çox gözəl buyurur. Mövla buyurur ki, ayıq olunuz. Sizin qiymətiniz cənnətdir. Bu dünyaya niyə özünüzü satırsınız? Dünyanın müvəqqəti puluna, məqamına, şöhrətinə. Ayıq olunuz. Özünüzü cənnətdən başqa heç nəyə satmıyız, dəyişmiyiz. Bir halda ki, Allah açıq aşkarı buyurur ki, bax sizi üçün cənnəti qərar vermişim. Bu sizindir. Rahat məsələn, bu cür eləyin, gəlin yetişin bu cənnətə. Müvəqqəti 50 il, 60, 70 il həyat var. Ondan sonra buyurun gəlin. Deyir, sizin üçündür bu. Sizin dəyəriniz, qiymətiniz cənnətdir. Yəni, ən azı budur. Özünüzü bundan aza satmıyız. Hər kəs özün cənnətdən aza dəyişərsə, satarsa, həsr eləyərsə, ziyan eləmiş olur. Həzrət buyurur ki, dünyaya bağlanmamaq, dünyanın tərki insanı azad eləyər. Çünki buyurur ki, azad bir kişi, azad bir adam var ki, bu qalmış artıq tikəni əhlinə buraxsın. Dünya, yəni çoxları dünyadan istifadə eləyib, çox qocadır. Çoxlarla izdivac eləyibdir, vəfasızlıq eləyib bu dünya. Çoxları istəyib bunu yesin, çoxlarının artıq tikəsidir bu. Çoxlarının qabağından qalan tikədir bu. Buraxın əhlinə. Sizi cənnət gözləyir, sizin qiymətiniz, dəyəriniz cənnətdir, özünüzü cənnətdən ucuz bir şeyə satmıyız. Osmanın xilafət dövründə, elə ki bu xilafət, zahiri xilafət Osman ibn Əffana yetişdi, Beytülmal bərabər şəkildə bölünmürdü. Ərəbin əyan əşrəflərinə çoxlu qızıllar paylayırdı. Müəyyən insanların belə deyə, ağzını yummaq üçün, onları sakitləşdirmək üçün hər ay onlara böyük məbləğlər verirdi. Neçə min dinar, dirhəm, qızıllar verirdi onlara. Tarix yazıbdı bunu. Müəyyən insanlara hər ay Beytülmaldan nə qədər qızıl verilirdi Osmanın dövründə. Həzrəti Əbu Zər, haqqın carçısı, haqqın tələbkarı, haqqı tələb eləyən. Əbu Zər daim etiraz eləyirdi bu haqsızlığa. Ona görə də Şama sürgün olunmuşdu, Şamdan sonra Rəbəziyə sürgün olundu, şəhid oldu. Burada bir tarixi nümunəni sizlərə ərz edirəm. Əbu Zər daim etiraz edirdi bu haqsızlığa. Bir gün Osman bir kisə pulu verdi öz quluna. Bir kisə dolu pul kisəsini verdi. Dedi, bunu apar ver Əbu Zərə. Əgər Əbu Zər qəbul eləsə səndən bunu, səni azad eləyəcəm. Qulu. Qul gətirdi o pul kisəsini Əbu Zərə, Əbu Zər qəbul etmədi.
Qul dedi ki, nə olar, bunu qəbul elə də. Əgər sən bunu qəbul eləsin, mən azad olacam. Əbu Zər dedi ki, bəli, bilirəm, sən azad olacaqsan, mən qul olacam. Sən öz azadlığı istəyirsən, mən də öz azadlığımı istəyirəm. Mən bu pulu almağından dilim lal olacaq. Etiraz eləyə bilməyəcəm. Gözüm kölgəli olacaq. Bəli, artıq o haqqı tələb eləyə bilməyəcəm. Çünki özüm də bununla haqqa bulaşıram. Artıq bu pulu almaqla mən özüm də kimlərəsə qul oluram. Nəfsimin qul oluram, zalim hakimin qul oluram. O haqsız rəhbərə ki, haqsızlıq edirdi, mən ona etiraz edirdim. Bu pulu almaqla özüm ona qul oluram. Bir çoxları nə üçün quldur? Bu zülümlərə etiraz edə bilmirlər. Rüşvətxorluq səbəbdir. Özləri də bulaşıblar bu çirkaba ona görə. Rahat bilirlər ki, haqsızlıq var. Rahat bilirlər ki, xalqə zülm olunur. Amma nə üçün etiraz edə bilmirlər? Çünki özləri də bu prosesin iştirakçılarıdırlar. Özləri də quldular. Allahın verirəm öz izzət kərəminə bizləri azad bəndələrindən qərar versin.